Hoş gördük dostlar. Bu günlərin ne edirik? Meyve qurularını yiyəcəyik, test eləyəcəyik və yanımda xəstə Yusuf var. Qətərsən. Səssiz tutulub, amma yenə də mən də xəstəyəm. Dostlar, bilirsiniz bir dənə video qaçırtmışıq və yanımda əyri açqı Hüseyin müəllim var. Gözüm ağrıdı. Xoş gördük sizi. Bəli, əlbəttə ki, Namidəyar Orxan əmi də buradadır. Açqısı ilə, like açqısını da taxıb ki, sizlər like atasınız, maraqlı bir video olsun və yeni iliniz necə keçdi? Ümumiyyətlə bu yeni il sizlər nə Düz, bir ildir video qoymuram dostlar. Bir ildir bizi Bir ildir sizlərdən uzağam və artıq 2026-dır. Yeni sezon UC-lərinizi, jetonlarınızı da bizdən rahat şəkildə ala bilərsiniz. Orxangames.com-a girirsiniz, oradan WhatsApp-a tıklayıb bizə yazırsınız. İfso. Bəli, möhtəşəm meyvə qurularından çiyələkdən başlayırıq dostlar. Çiyələkdən başlayırıq. Çox deyirlər, dadlı olur çiyələk. Gəlin bir dənə çiyələklərin birini götürək. Mən meyvə qurularını Çox qəşəng bir şey oxşayır. Baxaq dostlar. Dostlar, videomuza like atın ki, mən də həvəslənim və belə videolar çəkim. İğnə bax bir dənə ata. İğnə bax bir dənə birinci. O, qoşun var. Qabe ya. Ayva. Qaşayla. Çiyələk çox gözəldir. Çox qəşəng çiyələk. Amma elə bir pesok qatırlar buna. Mən yiyəməm. Pesok qatırlar ya. Çiyələyin şirinliyi olur çox. Bu qədər şirinlik ola bilməz. Ola bilər qata bilərlər. Dondururlar da onsuz ayət o. Ona görə üstünə qatmış ola bilərlər. O yüngül deyil dostlar. Bu nə da bu divdir birbaşa. Böyük şey. Çox dadlıdır. Baxın bir dənə yaxından yiyin baxın. Mən də bəsimi o birisini saxlayıram. Mən 10 dənə puan ata. Neçə puan verirsən? Çiyələyə 9 verirəm. Mən 9,5 verirəm. 6. Sən ağız dadını ölüb Yusuf. Eləsi var turşdu, eləsi var şirin. Mən o şey gəldi. Sənə turş gəldi, amma bundan qabaqçı mənə çox dadlı gəldi. Kiwi dostlar, çox maraqlıdır. Kiwini əslində belə də qədər tapıb yeyə bilirik, amma qurusunu da dəniyirik də dostlar. Kiwi onsuz da 24 yox, 14 ayın 14. 12 ay. Ay, mən xəstələrindən sonra dostlar, xəstələrindən sonra mən dilim ağzım dolaşıb. Like atın, mənə toparlayın. Çoxlu like atın, yorumlara yazın. Orxan əmi özünə gəl. Sən bizə video çəkinən. Bax belə yazın dostlar. Ata yeməyin bunu. Çox güzel. Dadsızdır. Hər gün yeyəcəm. Axırda kiwidən ayrı dad gəlir. Kiwi deyil elə bil. Ki olur. Ha. Pozulub da. Nətər? İçi pozulub. Bəlkə orada çox qalıblar ata. Ola bilər. Hər şey. Qiymətlə dəyməz. Mən bu 0 verəcəm buna. Dadı yoxdur. Axırda dadı çox pis gəlir həyata. Mən ona 5 verərəm. Elə bir xiyar yeyirsən. Axırda. Kiwi o deyil, amma çiyələk çox qəşəngdir. Məncə normal idi. Mən buna 5 verərəm. Mən də 5 verəm. 2 verirəm buna. Abi sən çox az verirsən. Başqa bir dad çıxdı dostlar. Gəlin heyvəyə baxaq. Heyvə. Heyva bu da. Yox, arkadaşıdır. O. Məncə bu deyil. Bəli dostlar, bu nədir? Bunu heç biz özümüzdə bilmirik nədir. Dadı da heyvanın dadına oxşamır da. Bu nədir? Heyvan qurusu olur ki. Bu nə olar dostlar? Ata, bunun üstünə bilinir bu heyvadır. O heyvanın bir dənə üstün bilirsən də özün. Heyva da. Gözümə gətirir, heyvadır bu. Heyvan bəs qabığını? Qabığını nə edirsən ki? Üçüd də bu. Bu heyvan içidir bu. Ay, olmaz. Bu dostlar nədir sizcə? Bilik nədir? Amma yiyəcəkdir. Bu çıxs. Heyvadır. Bu çox dadlıdır. Belə də ata. Bu yaxşıdır. 7 saat. Bir də o çiyələyə qoşma gəldi. Vallahi. Ha? Mən yemədim bunu. Ata, bir dənə bax, axırının dadından bax bir dənə bax. Axırda əmdən çiynəyib bütün. Axırda qəribə dad gəldi. Motorun iyi gəlir. Qurutma motoru var. Ha? Yəni nə bilim. Bu nə olduğu belli deyil. 6. Məncə də 6. 3. Sən bax xəstəsən, yemirsən. Hər videomuz elə dönər olmalıdır. Ay yox, başqa mən ağız dadı boyxud deyil. Dostlar, bundan sonra da əgər sən 5 versən, sənə telefonu eləyirik, qurdalayırıq. Ya elə şey yox. Ondan da verirəm 5. Ay da bəs süründə də qutarın da. Ha, izləyicilər istəyir də. Oturmayacam ha da videoda. Allah'a and olsun. Ha, o telefondur da nə olacaq? Mən istəmirəm də. Ha, yaxşı, tamam.
Nasıl gətirər? Banan, banan, banan. Banan deyirlər çox dadlı olur və Banandan çelə ən dadlısıdır məncə deyil. parlayır özə baxın dostlar. Özə banan quruyanda balacalaşır, baxın. Sıqıllaşır. Hı. Bu arada ilk başta bananla əlaqəsi yoxdur. İlk başda bananın dadı gəlmir. Adi elə bir Şirniyyat səsi. aroması nəsə Tərkibində bütün yeyirsən. minerallar, zadlar hamısı məhv olub da, yəni. Yəni heç bir faydası yoxdur yeməyə. Allaha and olsun bananın dadı gəlmir. Nə? Banan deyil ki bu. Belə banan olur. Banandır da yəni. Hə? Bu bilsiz də nə üçün yaxşıdır? Məsələn, amma kalori olur da süd tərkibində. Ha? Amma banan belə banan olur. Banan tadı gəlmir ki. Amma bunun nə xeyri var? Meyvə xeyirli bir şeydir. Ən zor aroması olan çələkdir. Nə lazımdır ki, yeyib qurumuş yeyəsin? Buna 4 Normaldır verərəm. da. Banandan bir şey yoxdur, 4. 2 verirəm ona. Ola. 4. Də sənə gətir görəm. Allah Nə gətirir. Ha deyirlər marojna qəşəngdir ya. Hə, marojna çox dadlı. Marojna ya qurumuş marojna indi ona da baxacağıq, dənəcəyik haçansa. Hə, atım Və nədir? Alma. bu almadır, bu qarışıqdır, bu göy almadır. İçində bir dənə də belə çinəsi var. Bir dənə buna da. Alma zordur. Alma zordur. Baxın. Heç nə zor deyil. Alman əlaqəsi yoxdur. Deyəndə alma zordur da. Bundan ye, bundan ye. Hı? Yo, alma qəşəngdir. Alma Alman qəşəngdir. əlaqəsi yoxdur. Alma deyil bu. Sınağız gedir. Yo, bu çiyələk bir də. Hı. Bu da ikisi qəşəngdir. Heç nə Allah qəşəngdir. Allah. Ay, siz də xoşdursunuz. Əslən xəstəsən ağzının dadı yoxdur. Yox, şeydir. Sən dad bilmirsən, xəstələnmisən ona görə. Həqiqi. Həqiqi. Buna mən 7 verərəm, qəşəngdir. Xəstəmə belə Səkkiz, çox yıxışdığına qəşəng. bax. 8 məncə qəşəng. Hə, Jelibon. olar. Neçə? Jelibon deyil, hə? Jelibon elə yoxdur ha. Bəli. Dostlar, bu arada bunu quru meyvələr TikTokdan bir səhifədən almışam, sağ olsun. Çatdırdılar bizə. Məncə maraqlıdır, dostlar. Aa, şaftalı qalıb orada. Bu maraqlıdır. Qalıb. Şaftal bu deyil. Bunlar Bu şaftalı da. Bu konkret şaftalıdır məncə. Şaftal deyil bir şey. Bu nətərdir görək? Ha bu Heyvadır. içi belə olan nə, qırmızı nə olur? Şaftalı da. Qəribə. Əri idi, nədir? Yəni Dadı çox. Əri ola bilər. Onun dadı oxşamır. Heç şey. ha, Heç birinin dadı gəlmir çiyələkdən başqa. şaftalı da. Tumu da var, bax burada. Mən dedim də sən şaftalı da. Bu da dadı başqa bir daddır. Elə bir ki, şirini qatırlar. elə. Sarı deyil, şaftal içölü. Bir dənə budur. Çiyələkdən qəşəng. Ən qəşəng çiyələk, mən çiyələk məncə. Çiyələk çox qəşəng. Amma çox yemək olmaz da, yəni yemək olmur. Yəni adam Ağırdır bunlar. hə, tutur adamı, hə, elə balacadır ya, tutur adamı elə bir ki. Tutulur sirkəliylə. Sən xəstəsən, git başqa qoyat. Video sonuna sonra. Bəli dostlar, mən də xəstəyəm, enerjim azdır. O da xəstədir və əlbəttə Mən də ki, klipəm. o da klipdir və əlbəttə bu videonu idarə edin, like atın, məni həvəsləndirin. Növbəti videomuz daha maraqlı olacaq. Növbəti videonu ham-ham videosu çəkmək istəyirəm və keçən ham-ham videomuz çox qəşəng izlənmişdi və bu dəfə 20 dənə açacağam dostlar. Və belə-belə davam edəcəyik. Mən deyirəm ki, Mən deyirəm ki 20 dənə dönər. 20 20 dənə dönər nətər olar? Növbəti 20 dənə video yazın şərhlərə və bu da qarışıqdır. Bunda hamısı var. Gəlin buna da baxaq. Hamısından da yəni. Ay, Bir dənə balacası məncə tutub yeyəm. Yox, mən də getməyim. Mən Mən çiyələk yeyəcəm. Gəlmə, mən. Gəl. Eyvah. Yiyəm mən. Amma çiyələk qəşəngdir. İşte hər şey denemək lazımdır. Deneməmişdik, bilmirdik və denədik. Məncə maraqlı oldu. Hər birinizə təşəkkür edirik. Növbəti videolarımız nə olsun? Fikirlərinizi bildirin və hər birinizi sevirik. Çoxlu dualarınızı da əsirgəməyin. Sağ olasın. Tez sağalın və yenidən piyasalara dönün və yenidən gözəl videolarla enerjik Orxanı yenidən görün dostlar. Əlbəttə ki, bugünkü videoda gördünüz ki, Orxan o qədər əmi, o qədər də belə şən deyil də. Yəni istər-istəməz canım ağrıyır, insana baxır. Bu da həmçinin mən də Xəstəlik çox bərk yayılıb. bərk yayılır və ona görə xəstəlikdən özünüzü qoruyun. Sizləri sevirik. Allah amanında. Yaxşı ki varsınız. Sağ olun dostlar. Ürəksiz. Mama de gəlsin bunlar hamısını yesin. Mama deyə bəlkə. Ha, yeyəcək.